Bakir kişi var mı? Yoxdur. Bakir kişi nədir? Üstünlükləri, mənfi cəhətləri nələrdir? Bildiyimiz kimi, bakir hər hansı bir penetrativ cinsi münasibətə girməyən şəxslərə deyilir. Bu da bəylərə də aiddir eyni zamanda. Bəli, mağarada, Afrikada axtarsanız bakir kişi bəlkə tapa bilərsiniz, amma inkişaf edən ölkələrdə bakir kişi tapmaq çox çətindir. Müsbətləri nələrdir? Birincisi, İlk münasibəti olacağı üçün və yaxud da ilk sevgisi olacağı üçün müəyyən qədər xanımla daha yaxşı, daha müsbət bir bağ qura bilir. Emosional olaraq xanıma daha çox bağlılıq yaradır. İkincisi isə sağlamlıqdır. Yəni sıfır münasibət, sıfır xəstəlik deməkdir əslində. Yəni bu bəy aktiv olmadığı üçün cinsi yolla keçən xəstəliklərdən də eyni zamanda uzaq olur. Yaxşı, mənfi cəhətləri nələrdir? Psixolojik olaraq cinsi əlaqə sırasında biraz gərginlik yarana bilir. Bu nədir? Yəni mən istənilən qədər performansımı sərgiləyə biləcəmmi? Sərtliyim yaxşı olacaqmı? Erkənmi boşalacam? Gecmi boşalacam? Bu bir cəhətdir. İkincisi isə bakir bəyləri müəyyən qədər sosial qınağa məruz qalmalarıdır. Yəni indiki dövrdə bakir kişi qalıbmı, necə sən cinsi münasibət heç olmamısanmı, indiyə qədər nə etmisən filan deyə müəyyən qədər stigmatizm edə bilərlər. Üçüncüsü isə müəyyən qədər içə qapanmalar ola bilər. Yəni bəyin artıq qarşı cinslə müəyyən qədər kommunikasiyasının pozulmasına, içə qapanıqlığa gətirib çıxarda bilər və eyni zamanda da öz ehtirasını başqa şəkildə, yəni masturbasiya ilə də qarşılayıb da masturbasyon alqıdəçiliyi də yarana bilər. Bakir olmaq bir seçimdir, öz mənfiləri ilə, müsbətləri ilə. Doğru yaş, doğru şəxs və doğru münasibət sizin gələcək cinsi münasibətinizin formalaşması üçün çox önəmlidir.